İran və İsrail arasında qarşılıqlı hava zərbələri davam edir. Məlumata görə İran tərəfi hücumların intensivliyini azaldıb. İsrail isə endirilən hava zərbələri nəticəsində Sepahın daha 3 yüksək rütbəli zabitinin məhv edildiyini açıqlayıb. İran dünən gecə saatlarında yenidən İsrailin mərkəzi hissəsinə, o cümlədən paytaxt Təl-Əviv və Hayfa şəhərlərinə raket zərbələri endirib. İsrailin Ynet portalının məlumatına görə bu dəfə ümumilikdə 5-ə yaxın raket atılıb. Portal xəbər verir ki, atəşdən sonra ölkənin mərkəzi hissəsindəki binalardan birinə ziyan dəyib. İranın növbəti raket hücumundan dərhal sonra İsrail ordusu bəyanat yayaraq İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başlandığını elan edib. Məlumata görə hücum zamanı İsrail qırıcıları əsasən İranın Qum və Xürrəmabad şəhərlərindəki hədəflərə zərbələr endirib. Məlumata görə İsrailin İranın Qum şəhərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb. Qeyd edək ki, Qum şəhərinin yaxınlığında İranın ən böyük nüvə obyektlərindən biri olan Fordo yerləşir. İsrail Müdafiə Qüvvələri Mətbuat Xidməti isə əməliyyat nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi hava qüvvələrinin 2-ci PUA briqadasının komandiri Aminpur Cudakinin öldürüldüyünü açıqlayıb. Qeyd olunub ki, Cudaki bu vəzifəyə Sepahın 2-ci PUA briqadasının əvvəlki komandiri Tahir Purun iyunun 13-də öldürülməsindən sonra təyin edilib və İranın cənub-qərbindəki Əhvaz bölgəsindən İsrail ərazisinə yüzlərlə PUA hücumuna rəhbərlik edib. The Times of Israel nəşri isə İsrailin Müdafiə Naziri İsrail Katsa istinadən İranın qərbində İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı qüvvələrinin komandiri Behnam Şəhriyarin və Qum şəhərində Sepahın Əl-Qüds qüvvələrinin Fələstin bölməsinin rəhbəri Səid İzadinin öldürüldüklərini yazıb. Bildirilir ki, Şəhriyari yaxın şərqdə silah tədarükünə görə məsul olub. İzadi isə 7 oktyabrda İsrailə edilən terror hücumundan əvvəl Həması maliyyələşdirib və silahlandırıb. Bundan başqa İran mətbuatının məlumatına görə İsrailin İranın qərbində yerləşən Xürrəmabad şəhərinə havadan endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun daha 5 üzvü həlak olub. İranın Səhiyyə Nazirliyinin məlumatına görə İsrailin hücumları nəticəsində iyunun 13-dən bu günədək ölkədə ümumilikdə 3500 nəfər xəsarət alıb, 430 nəfər həlak olub. Bu arada İranın raket hücumlarının intensivliyinin azalması ilə bağlı CNN kanalı adını açıqlamadığı İranın yüksək rütbəli rəsmisinə istinadla məlumat yayıb. Məlumata görə İranın İsrailə zərbə endirmək üçün raket çatışmazlığı yoxdur. Mənbə qeyd edib ki, İran İsrailə raket atılması strategiyasını dəyişərək zərbələrinin sayını deyil, keyfiyyətini əsas götürür. İndi çoxsaylı raket buraxılışları əvəzinə İsraildəki kritik hərbi və güc hədəflərinə qarşı müasir yüksək dəqiqlikli raketlərdən istifadə olunur. Rövşən Əliyev, Fidan Səfər, Space xəbər.